Ya Allah, bu günlerim Berlin'de Azerbaycan səfirliyi karşısında olan aksiyamız Azerbaycan'da orta məktəblərə az yaşlı uşaqlarımızın hicabla daxil olmasına qoyduqları qadağa ilə əlaqədardır. Bu həm bir etirazla yanaşı bir ədalətə çağırışdır. Bir sual veririk bu günlərim Azərbaycan rejiminə. Niyə bu günlərim Azərbaycanda az yaşlı uşaqların hicab bağladığına görə orta məktəbə buraxmırsınız? Nədir səbəb? Siz uşaq psixologiyası düşünürsünüz güya. Halbuki 8 Mart'dır, Cadugarlar bayramıdır, başqa bir millətlərin bayramlarını gətirib milliləşdirmək istəyirsiniz. Məgər onlar uşaqlarımızın psixologiyasına təsir etmir? Amma əsrlər boyu bu xalq İslam dini inancını qoruyub saxlayıblar. Siz bu günlərim gəlib hicabı deyirsiniz ki, uşaq psixologiyasına təsir edir. Biz uşaqları düşünürük. Siz uşaqları düşünənsizsə, məktəbli formasını niyə valideynlərə pulla satırsınız? Siz uşaqları düşünənsizsə, niyə uşaq pullarını vermirsiniz? Məgər bu günlərim hicab barəsində uşaqları düşünürsünüz güya ki, uşaqlara hicab biz təsir edir və sosial durumları zəif olan ailələrin uşaqlarını niyə düşünmürsünüz? Siz uşaq düşünmürsünüz, siz birbaşa İslamla mübarizə aparırsınız və sizin bu iğrənc mübarizəniz Azərbaycan tarixinə, Azərbaycan xalqına təhqir və zulümdür. Necə ki, tarix boyu, əsrlər boyu bu xalq öz inancını qoruyub saxlayıb. Necə ki, yaxın şərqdə ilk qızlar məktəbini məhz Azərbaycanlı Hacı Zeynalabdin Tağıyev açıb. O böyük şəxsiyyəti Azərbaycan tarixi öz səhvələrinə qürurla yazıb. Və unutmayın, sizi də bu tarix öz səhvələrinə yazacaq. Amma hicablı uşaqları məktəbə buraxmamaq kimi şəxsiyyətsiz kimi yazacaqlar. Bu cür qeyd olunacaqsınız bu tarixə. Məgər bizim ədəbiyyatımızda din, əhl-i-beyt barəsində bütün mütəfəkkirlərin hamısının əl yazmaları yoxdurmu? Məgər bu Azərbaycan tarixi deyilmi? Nədir indi bu günlərim siz bu tarixi unutturmaq istəyirsiniz bizə? Siz bizim uşaqlarımızın gələcəyini məhv eləmək istəyirsiniz. Olmaz, biz buna etirazımızı bildiririk və bir mənalı olaraq səsləndirir ki, bizim birinci etirazımız olmayacaq və biz Azərbaycan xalqına da buradan üzümüzü tuturuq ki, etirazlarınızı saxlamayın, davam elətdirin və əminik ki, Azərbaycanda da, Azərbaycan xalqının da 85% müsəlman bir xalqdır və bu müsəlman bir xalq heç vaxt sizi bu rejimi bağışlamayacaq və əsrlər boyu İslami tarix yazan, İslami sözlərlə dolu olan tarix səhvələriniz var ki, o tarixdə sizi bağışlamayacaq və unutmayacaq və mütləq bir günlərim sizlər də tarixin zibiliyinə gedəcəksiniz, buna əmin olun. Allah hər birinizi qorusun. İnşallah bu problemin də tezliklə həllini gözləyirik və inşallah ki, həllini də tapacaq. Biz buna əminik.